daha sağlam bir çörək əldə etmiş olacaqsınız. Daha sağlam. Yəni tərkibində əlavələr, qatqılar və s. olmadan bilirsiniz ki, buğdadır. Buğdanı üyütmüşəm, özüm ondan un düzəltmişəm. Daha yaxşı, daha gözəl. Amma mən bunu evdə bişirmişəm, buğdanı üyütmüşəm, nə qədər istəyirəm istifadə edeyim, birdən-birə bu dietik oldu və məni arıqladacaq. Yox, elə bir dünya yoxdur. Daha sağlam versiyasını tapırsınız, alırsınız, daha doğrusu əldə edirsiniz çörəyinə. Bu demək deyil ki, siz ondan istədiyiniz qədər yenə də yeyə bilərsiniz. Sağlam qida ilə kökəltməyən qida arasında çox böyük fərq var. Sağlam qidaların da tərkib, struktur baxımından kimyəvi tərkibi kalorili ola bilər. Kimsə də durub deyə bilər ki, məsələn, misal üçün, məsələn, kətan toxumu sağlam deyil. Chia toxumu sağlam qida məhsulu deyil. Amma kətan toxumu tərkibində 500 kalori var 100 qramında, chia toxumu 486 kalori var 100 qramında. Bunu heç kim bilmir. Sağlamdır, sağlamdır. Kalorilidirmi? Bəli, kalorilidir. Söhbət burasına gedir. Nəyəsə də sağlam olması hələ onun məni kökəltməz olması demək deyil.